Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme acil və likəl fərəc. Salam deyərli vətənlərimiz, xoş gördük sizləri. Hörmətli tamaşaçılarımız, bir neçə gün öncə İran İslam İnqilabının banisi mərhum İmam Xümeyni rəhmətullah əleyhin vəfat il dönümü idi və onun ziyarətgahında, onun hərəmində əziz rəhbər çıxış etdi və bir neçə mövzuya işarə etdi, orada toxundu. Amma bizim üçün bu günləri videomuza mövzu olacaq məsələ odur ki, orada Ağa Xamneyi bir nöqtəni vurğuladı və dedi ki, İsrail Allahın izni ilə, Allahın lütfu ilə, Allahın inayəti ilə, tezliyi ilə aradan gedir və çox uzaq deyil bu aradan getmə. Yəni bu yaxın dönəmlərdə və bu yaxın günlərdə, bu yaxın zamanlarda baş verəcək. Allahın izni ilə bu rəhbər tərəfindən verilmiş bir müjdə idi. İlahi bir vədənin müjdəsini bizə verdi. Bütün müsəlman toplumlarına və ardınca bir neçə məsələyə də işarə etdi orada, həmçinin İsraillə həmkarlıq edən dövlətlərin xəcalət çəkməli olduğunu və bunların bəşəriyyət tarixində üz qarası olaraq onların alnına yazılacaq bu və xəcalət verici və utanc verici bir məsələdir, ona da işarə elədi. Amma nöqtə bundan ibarətdir ki, dünənləri bütün dünya bir xəbərlə belə deyək, sarsıldı və gündəm oldu, rezonans doğurdu o xəbər. O da bundan ibarət idi ki, İranın kəşfiyyat orqanları İsrailin nüvə bazalarının və bir neçə məxfi əməliyyat mərkəzlərinin, hərbi bazalarının və bununla yanaşı bir sıra sirli məlumatlarını əldə edib və bunu ölkə daxilinə gətirib. Yəni, İsrailin içərisində casusluq əməliyyatı həyata keçirdi. Bu məxfi kəşfiyyat məlumatlarını əldə edib, onu toplayıb İsraildən çıxarıb, bu bir mərhələ, ikinci bir mərhələ bunu İrana daxil edib. Və açıqlanan məlumata əsasən həcm o qədər çoxdur, görüntülər, videolar, şəkillər, koordinatlar o qədər çoxdur ki, buna bir neçə zaman lazımdır ki, onları oturub araşdırsınlar çoxluğundan, həcminin çoxluğundan. Bu artıq İran İslam Respublikasının bir müsəlman dövlətinin ki, çoxları bugün dünyada iddia qaldırırlar ki, müsəlmanlar, axundlar, mollalar, din xadimləri, ümumiyyətlə din əsasında, din ideologiyası əsasında qurulan dövlət müvəffəq ola bilməz, davamlı ola bilməz. Bunu bizim 90-cı ildən bu yana ölkəmizdə olsun, digər ölkələrdə olsun, bəzi özünü siyasətçi bilənlər deyirlər, bu rejim yaşamağa qabil deyil, bu rejim dağılacaq, bu boş sözlər eşitmişsiniz də özünüz. Bunları təkrar eləməyə ehtiyac yoxdur. Bugün onların özləri yoxdur. Amma İranın haqqında belə güclü və şok edici xəbərlər eşidirik. Müsbət yöndə əlbəttə. Ki, artıq o qədər inkişaf ediblər kəşfiyyat baxımından, o qədər qüdrətləniblər ki, müsəlmanın vəzifəsidir qüdrətlənsin. Peyğəmbərimizdən rivayətimiz də var bunun barəsində. Peyğəmbərimiz buyurur, axirə zamanda bir sıra müsibətlər baş verəcək, Fələstin məsələsində olsun, işarə edir Peyğəmbər. Axirə zaman barəsində, axirə zaman deyəndə zuhurdan öncəki dönəm nəzərdə tutulur. Axirə zamanda belə olacaq ki, Qərb və kafirlər, yəni elə indi bu günləri gördüyünüz bu dünyanı idarə etməyə çalışan, fəsad dolu bir sistemi insanlara təhmil etməyə çalışan bu sistem, hegemoniya qanlar axıdacaq. Xüsusilə şərqdə müsəlmanların qanı. Müsəlman sərvətini çapıb talayacaq, ölkələri qarət edəcək, müsəlmanları qətlə yetirəcək ki, bu günləri şahidiyik. Dəqiqən o dövrün içərisində yaşayırıq. Mən əlbəttə tətbiq etmirəm, o düzgün deyil tətbiq etmək, amma inkar da etmək olmaz. Bu günləri həmin dövrü yaşayırıq. Gözümüzün qabağında müsəlman qadınları İraqda qətlə yetirildi, onlara təcavüzlər olundu. Suriyada olsun, İraqda olsun, Amerika işğalçı orduları tərəfindən. Üstündən bir 10 il keçdi, Daesh adlı IŞİD qüvvələrini ortaya çıxartdılar. Terror qüvvələrin, vahabilərdən ibarət. Elə yenə də onlar yaratdı bunu. Müsəlman dünyasını, müsəlman ölkələrini talamaq üçün, dağıtmaq üçün, müsəlmanları qətlə yetirmək üçün. Ardınca da bu İsrailin məsələsi ki, artıq demək olar ki, neçə 2 ili yaxınlaşır, qətillər, cinayətlər, soyqırımlar davam edir və vəhşicəsinə. Bir var, savaşın da özünün bir qayda və qanunları var. İsrail tərəfindən heç biri riayət olunmur. O həddə ki, artıq qərb dünyasında, qərb cəmiyyətlərində, toplumlardakı insanların, azad ruhlu insanların belə səsi qalxıb göyə. Artıq onlar belə bu məsələyə etiraz edirlər. Təəssüflər olsun, bizim
müsəlman dediyimiz dövlətlərdən və xalqlardan, xüsusilə ərəblərdən bir səs çıxmır İsrailin bu cinayətlərinə. Bir səs çıxmır. Elə rəhbər də çıxışında bu məsələyə işarə elədi. Deyir ki, ləkə kimi onların alınlarına yazılacaq və tarix boyu onların alnından silinməyəcək. Həqiqətən də. İstər ölkəmiz olsun Azərbaycan, İsrailə neft verir, yanacaq verir, o tankların, o qırıcıların hərəkətə gəlməsinə səbəb olur. İstər Türkiyə kimi ki, onun bütün metal ehtiyaclarını təmin edir, onların əsasında bu silahlar hazırlanır. İstər Ərəbistan olsun ki, hər cür köməkliyə İsrailə edir. Halbuki İsrail orada onun müsəlman bacı qardaşlarını qətlə yetirir. Hər cür köməkliyi eləyir. İstər Misir olsun, humanitar yardımların Qəzzəyə yetişməsinin qarşısını alır, İsrailin qorxusundan yolu bağlayır. Utanc vericidir, həqiqətən utanc vericidir. Necə müsəlman kimi özlərini adlandıra bilirlər, necə namaz qıla bilirlər, necə oruç tuta bilirlər, necə Peyğəmbərin o mübarək adını dillərinə gətirə bilirlər. Peyğəmbərin ümmətini orada qırıb qətlə yetirirlər, körpə demədən, qadın demədən, gənc demədən, qoca demədən. Bunlar Trumpın qabağına çıxıb qılıncla rəqs edirlər. Qadınlarını çırpaqlaşdırıb Trumpın qabağında, üzr istəyirəm, qadınlarının başını açırlar ki, rəqs etsin. Qətər əmirinin arvadı sevinir ki, mənim barmağım Trumpın əlinə toxundu. Bununla fəxr edirlər. Çox acınacaqlı bir durumdur, acınacaqlı bir vəziyyətdir. Hamısının canı cəhənnəmə. Onlarla artıq işimiz yoxdur, onlardan ümidimizi də üzmüşük, onlardan da bir şey çıxan deyil. Amma mənim sözüm öz xalqıma, öz millətimə, öz vətənimədir, öz cəmaatmadır. Əzizlər, Quran-ı Kərimdə Maidə surəsi 82-ci ayədə Allah Teala buyurur ki, müsəlmanlara qarşı, möminlərə qarşı insanların arasından ən qəddar olanı görə bilməsən məgər Yahudiləri. Yəni, Yəhudilər qədər müsəlmanlara kin bəsləyən, nifrət edən, düşmən olan başqa bir insan görə bilməzsən. Amma bizim ölkəmiz, təəssüflər olsun, İsraili dost bilir. Təəssüflər olsun, İsrailə yardım edir. Hətta bu son günlərdə bir xəbər yayıldı. Zahirdə də olsa Türkiyə, Türkiyə bu günə qədər İsrailin ən böyük dəstəkçilərindən olub. Azərbaycana, niyə nə də deyirəm, güya zahirdə Azərbaycandan istəyib ki, İsrailə neft daşınmasının qarşısını alsın və yaxud da İsrailə neft yardımını dayandırsın. Amma məlum olub ki, Azərbaycan bu təklifi rədd edib, qəbul etməyib, yəni yenə də öz işini görür. Nə demək olar, nə ad vermək olar buna? Bu hansı İslamdır, hansı müsəlmançılıqdır? Əslən, müsəlmançılığı kənara qoyaq. Fərz edin ki, orada Fələstində bir körpə uşaq günahsızcasına qətlə yetirilir. Və bu aşkar şəkildə tək biz demirik. Bunu bütün müsəlman olmayanlar belə beynəlxalq arenada, dünya ictimaiyyəti belə bunu bar-bar bağırır. Gecə-gündüz mitinqlər, şüarlar səsləndirirlər, mitinqlər keçirilir, aksiyalar keçirilir. Amerikanın özündə olsun, İngiltərədə olsun, Fransada olsun. Baxmayaraq ki, hakimiyyətləri onların İsrailinə 51-dir. Hollandiyada olsun, Belçikada olsun, bir çox ölkələrdə. Axı, bunu görmək üçün müsəlman olmaq belə lazım deyil. Görürsən, bütün dünya artıq bağırır. İsrailin bu cinayətinin törətdiyi artıq təsdiqlənir. Bu cinayəti İsrailin törətdiyi təsdiqlənir. Nə üçün yenə də davam elətdirirsən? Bu dəstəyi, bu yardımı, bu dostluğu, bu iqtisadi əlaqələri nə üçün davam elətdirməlisən? Neftə görə. Azərbaycan neftini satmağa başqa bir ölkə tapa bilmir. Yoxsa bizim neftimizə müştəri yoxdur İsraildən başqa. Bəlkə bizim məmurların İsrailə şərəf borcu var, xidmət borcu var. Onu bilək də, bir xalq olaraq, bir vətəndaş olaraq onu bilək. Nə məsələdir? Nə üçün bu qədər insanların etirazını görmürsünüz? Müsəlman olmayan insanların etirazını görmürsünüz? Tək deyim bunu müsəlmanlar deyir, tək bunu Ayətullah Xamneyi deyir, tək bunu Şiə məzhəbinin üzvləri və ruhaniləri deyir, tək bunu Azərbaycandan olan biz tələbələr, ruhanilər mi deyirik? Axı bunu başa açıq, üzr istəyirəm, zahirən geyimdə, çılpaq formada belə, bizim təbirlə desək, dolaşan bir qadın belə İsrailin bu cinayətini dözmür. Nə üçün? Axı, nə qədər də olsa içində insani bir duyğu var. O körpənin orada bədəninin parçalanmasını, bədəninin bir hissəsi sağda, bir hissəsinin solda görülməsini dözə bilmir. Və sən necə dözürsən? Necə dözürsən? Hansı gecələr necə başını yastığa qoyub yata bilirsən? Bunu hansı insanlığa sığır bu? Müsəlman kimi əgər müsəlmanlığı qəbul edirsinizsə, İslamı qəbul edirsinizsə, Qurana ehtiramınız varsa, Quranı qəbul edirsinizsə ilahi bir kəlam olaraq, Allah deyir, Yəhudidən
ən böyük, ən pis məxluq yoxdur. Mən Allah yaratmışam, sizə deyirəm, müsəlmanlar üçün ən böyük düşmən Yahudidir. Yox, əgər müsəlman deyilsinizsə, qoyaq Allahın kəlamını bir kənara, insanlığınızdan danışaq. İnsanlığınızdan danışaq. Ki, gözünüzün qabağında bu qədər cinayətlər törədilir. Azərbaycandan neçə-neçə zahirən Azərbaycan vətəndaşı gedib İsraildə vuruşur, Fələstini qətlə yetirir. Fələstində olan müsəlman körpələri öldürür. Yenidən bu mənim ölkəmə qayıdır. Sabah o mənim vətəndaşlarıma qarşı da o cinayət törədəcək. Çünki Quran bunu deyir. Quran deyir ki, o Azərbaycanda olan müsəlmanlara ən böyük kin, küdurəti bəsləyən bu Yahudidir. Həmin Yahudi ki, Azərbaycan pasportu ilə çıxıb gedir İsraildə vuruşur, geri qayıdır Azərbaycana. O sabah mənim millətimi də qətlə yetirəcək. Onların başına da bu müsibətləri gətirəcək. Nə fərqi var onun bizim Xocalıda cinayət törətmiş ermənilərlə? Heç bir fərqi yoxdur. Və yeri gəlmişim o da deyə bəzən bayağı bir fikir səsləndirirlər. Çox gülünc və absurd bir fikirdir bu. Bilmirəm bunu hansı zehnin məhsuludur bu, hansı məntiqin, təfəkkürün məhsuludur bilinmir. İsrail bir cinayət törədir, aparıcı sual verir, bir qonaq kimi çağırır. İndi müğənnini mod düşüb də, ekspertlər qalıb qırağa, müğənni çağırıb siyasi məsələni müğənnidən soruşurlar. O da durub deyir, mənim nəyimə lazımdır deyir. İsrail Fələstinini qırır. Bizdə Xocalıda qırılanda deyir, Fələstin bizə yardım etmişdir. Görün, nə qədər düşüncəsiz bir insandır bu. Kim deyir ki, biz Fələstinə dəstək oluruqsa, Xocalıdaşları unutmuşuq? Kim deyir? Şəxsən mənim ailəmdən dəfələrlə mənim valideynim orada iştirak edib, hərbidə könüllü olaraq. Dəfələrlə yaralanıb, mənim valideynim kimi, yəni mənim atam kimi necə-necə o zamanın gəncləri gedib vuruşublar, zəhmət çəkiblər Xocalıda, Ağdamda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə canlıların qoyublar. Şəhid olanların Allah ruhunu şad eləsin. Geri qalanlar, yaralananlar, qazi olanlar, əlil dediyimiz müharibə veteranların heç birinin də qədri bilinmir. Təəssüflər olsun. Amma bunun bir məsələyə aidiyyəti yoxdur. Bunun malı-mala qatmaq lazım deyil. Xocalıda üçün bizim başımıza işgəncə gəlib, biz gərək Fələstinə dəstək olmayaq. Bunun hansı məntiqidir bu? Necə əlaqələndirirsən bunu sən bir-biri ilə? Əksinə, Fələstinə ən böyük yardımı sən, mən Azərbaycanlı etməliyik. Çünki biz Qarabağda o işgəncələri görmüşük. Elə Yəhudi xislətində olan bu ermənilərin bizim Qarabağda törətdiyi cinayətləri görmüşük, bunun şahidi olmuşuq, yaşamışıq bunu. Hər kəsdən qabaq biz gərək Fələstinlilərin dadına çataq, gedək onları kömək eləyək, yardımlarına qaçmalıyıq onların. Çünki bizim başımıza bu müsibətlər 30 il öncə gəlib. Necə acılı və ağrılı bir vəziyyət olduğunu dadmışıq, görmüşük. Və bizim müsəlman bacı qardaşlarımız və onların körpələrinin başına bu müsibət gələndə hamıdan öncə biz qaçmalıyıq yardıma. Biz Azərbaycan dövləti və xalqı olaraq, təkcə xalq yox, dövləti və xalqı olaraq. Hamıdan öncə biz Azərbaycanlılar qaçıb orada yardım etməliyik, xidmət eləməliyik, kömək etməliyik, bir xalq olaraq fondlar yaratmalıyıq, yardım büdcələri təşkil etməliyik bunlara. Fondlar qurulandan sonra pullar köçürülməlidir. O pullar humanitar yardımlar üçün hazırlanmalıdır və göndərilməlidir Fələstinə. Dəstək olmalıyıq. Amma biz əksinə, millət olaraq ki, susmuşuq, dövlət olaraq da ki, maşallah, ölkənin bütün sərvəti daşınır, verilir İsrailə ki, gələ bu nefti götür, yanacaqla, qaldır havaya qırıcıları, tankları hərəkətə gətir, göndər qoy qırsınlar Fələstindəkiləri. Biz Azərbaycanlılar daima məzlumun yanında olan bir xalq kimi tanınmışıq tarixdə. Nə üçün tarixin səhifələrinə alnımızda bir qara ləkə olaraq yazılaq? Bizcə İsrailə görə ki, dağılacaq sabah. İsrailin ipi ilə quyuya enmək ən böyük xətadır. Çünki rəhbər də bunu deyib və dediklərinin üstündə durublar və gedişat da bunu göstərir. İsrail batan bir gəmidir. Batmış gəmiyə minmək olmaz. Onunla birlikdə qərq olacaq bu okeanda. Bütün dünya xalqları da bizə nifrət edəcək. Tarix boyu Azərbaycan xalqı və hakimiyyəti bəşər tarixin dəftərində cinayətkar olan İsrailin, terror qruplaşması olan İsrailin ən böyük dəstəkçisi olaraq qeyd olunacaq və bütün xalqlar da bizə bunu nifrət edəcəklər. Bəlkə də dərsliklərdə, tarix dərsliklərində bu keçiriləcək ki, belə bir xalq olub ki, bütün dünya İsrailə etiraz etdiyi halda ən böyük dəstəyini verib. Utanc vericidir bu. Bundan nə qədər tezdirsə geri qayıtmaq lazımdır bu yoldan, bu səhv stratejiyadan, səhv siyasətdən. Həm xalq olaraq, millət olaraq, həm də bir hakimiyyət olaraq. Yoxsa qiyamət gündə Allaha verəcəyimiz bir cavabımız yoxdur. Açıq-aşkar bu bizim ayəmizdir, Quranımızdır, inkar edilməzdir. Qiyamətdə də bunun barəsində bizdən soru-sual olunacaq. Belə növbəti videolarımızda görüşmək ümidi ilə. Allah amanında qalın. Sağ olun.